Cənnə demək, örtmək deməkdir. Bir şeyin üzərini örtmək, gözə görünməyən, gizli olan, beş duyu orqanı ilə qavranmayan şeylərə cənnə deyilir. Hətta ərəblər belə deyirlər, cənnə leylu, yəni gecə gündüzün üstünü örtdü. Və gözə görünməyən, cin də buradan gəlir, gözə görünməyən varlıqlar. Maraqlıdır. Məcnun da buradan gəlir. Məcnun nə deməkdir? Ağlının üstü örtülmüş deməkdir. Cənnət sözü də yəni həm göz görülməyən, cənnəti biz görməmişik, eşitmişik, həm də eyni zamanda cənnət sözü bağça mənasına gəlir. Hətta İbn Sinanın bir Ədviyyətül Qalbiyyə deyə bir əsəri var. Orada mikrobu ifadə etmək üçün, indi müasir ərəblər cursum deyə ifadə edirlər mikrobu. Cinnul ma, yəni su cini, gözə görünmədiyi üçün demək.